Salam dəyərli dostlar, əziz dinləyicilər. Bugün masamızın üstündə elə bir mövzu var ki, açığı insanı həm heyrətləndirir, həm də dərin düşüncələrə qərq edir. Söhbət təqiyyədən gedir. Amma qorxdum, gizlətdim kimi bəsit yanaşmayın. Burada elə bir paradoks var ki, adamın ağlına atalarımızın o məşhur sözü gəlir. Bu xəmir hələ çox su aparacaq. Salam. Həqiqətən də elədir. Xüsusilə də mənbələri vərəqləyəndə görürük ki, Şiə alimləri bu məsələdə çox qəribə bir tərəzi qurublar. Bir tərəfdə peyğəmbərlər, digər tərəfdə imamlar. Amma tərəzinin gözü düz gəlmir. Bax, elə mənə də çatmayan o oldu. Dostum, necə ola bilər ki, peyğəmbərə təqiyyə etmək, yəni inancını gizlətmək haram olsun, amma imama gələndə bu nəinki icazəli, hətta vacib sayılsın. Axı deyirlər, günəş palçıqla suvanmaz, haqqı necə gizlətmək olar? Tələsmə, gəl bunu faktlarla danışaq. Bax, əlimdə məşhur Şiə alimi Əş-Şəhid Əs-Səninin kitabı var. O, Həqaiq-əl-İman əsərində səhifə 189-da açıqca yazır ki, biz hökmləri ya Qurandan, ya da sünnədən götürməliyik. Hə, bura qədər əladır. Bəs fərq hardadır? Bax, zurnanın zürt dediyi yer burasıdır. Müəllif yazır ki, Peyğəmbərlə imam arasında bir fərq yoxdur. İstisna olaraq tək bir fərq budur ki, Peyğəmbərin sallallahu aleyhi və aleyh təqiyyə etməsi icazəli deyil. Amma imamlar, imamların sünnəsi barəsində isə onlara təqiyyə etmək vacib idi. Vacib idi, yəni imam çarəsiz qalıb yalan danışmalı idi. Axı, atalar demişkən düz əyilər, amma sınmaz. Peyğəmbər niyə sınmır, amma imam sınır? Bunun bir izahı varmı? Var. Özü də çox dərin bir izahdır. Gəl sənə Muhammed Hüseyn Əl-Hayrinin sözlərini oxuyum. O, Əl-Fusul Əl-Qaraviyyə fil-Usul Əl-Fikhiyyə kitabında səhifə 320-də Allahın qüdrətindən danışır. Deyir ki, yalan ancaq zərurətdən, acizlikdən doğur. Allah isə aciz deyil axı, eyni ilə. Müəllif deyir ki, zərurət Allaha aid edilə bilməz. O, hər şeyə qadirdir. Ona görə də peyğəmbərlər üçün yalan söyləmək mümkün deyil. Çünki Allah onları möcüzələrlə təsdiqləyir. İndi düşün, Allah yalancını təsdiqləyərmi? Əsla. Yalan ayaq tutar, amma yeriməz. Əgər peyğəmbər təqiyyə etsəydi, cəmaət deyərdi ki, bəlkə elə indi də bizi alladır. Onda peyğəmbərliyin nə mənası qaldı? Tamamilə haqlısan. Elə Əl-Hayri də davamında deyir ki, əgər təqiyyə peyğəmbərlər üçün icazəli olsaydı, onların göndərilməsinin faydası aradan qalxardı. Hətta təfsirçi Ət-Təbərsi də Məcmə Əl-Bəyan təfsirinin 8-ci cild 165-ci səhifəsində vurğulayır ki, peyğəmbərlər təbliğ zamanı Allahdan başqa heç kimdən qorxmurlar. Ay, sağ ol. İndi gəldi əsas məsələyə. Qardaş, əgər peyğəmbər üçün bu qədər qəti qadağandısa, əgər onlar Allahdan başqa heç kimdən qorxmurlarsa, bəs niyə imamlar qorxurlar? Niyə imamlar üçün bu vacib olur? Məyər onlar da Allahın hüccəti sayılmır? Aslanın erkəyi dişisi olmaz deyiblər. Bəs Allahın hüccətinin qorxağı, cəsuru olarmı? Sualın çox yerindədir. Şiə alimi Əş-Şərif Əl-Murtəda bu suala cavab verməyə çalışıb. O, Əş-Şəfi fil-İmamə kitabının 4-cü cild 105-ci səhifəsində belə bir məntiq yürüdür. Deyir ki, Peyğəmbər şəriəti ilk gətirəndir. O, binanın təməlidir. O, gizlətsə din batar. Amma imam, imam nədir? Yedək təkər? Biraz elə çıxır. Deyir ki, imam onsuz da bilinən şəriəti qoruyur. Sitat gətirirəm. İmam isə bu məsələdə fərqlidir. Onun sözlərindən başqa yollarla bu hökmləri öyrənmək mümkündür. Buna görə də imam bəzi hökmlərdə haqlı bir səbəblə təqiyyə edərsə, bu haqqı bilmə imkanını əngəlləmir. Başqa yollarla öyrənmək mümkündür. Bu nə deməkdir? Yəni imam mənə yalan desə də, mən gedib başqa kitabdan doğrunu tapmalıyam. Bəs imamın hidayət çırağı olması harda qaldı? Kör-köra necə yol göstərər? Əgər imam mənə düzü deməyəcəksə, mən niyə ona tabe oluram? Elə Əl-Murtaza da hiss edir ki, bu arqument saman çöpü kimidir. Ona görə bir qeyd də əlavə edir. Deyir ki, əgər bir məsələdə haqq ancaq imamın sözü ilə bilinirsə, o zaman təqiyyə onun üçün də icazəli olmaz, eyni ilə Peyğəmbər üçün də icazəli olmadığı kimi. Bax,
Tutdum səni. Deməli, imama hər yerdə təqiyyə etmək olmaz. Əgər bir məsələni cəmaat bilmirsə və yalnız imam bilirsə, orada təqiyyə edib cəmaatı çaşdıra bilməz. Çünki su bulanmasa durulmaz. Amma imam suyu bulandıran yox, duruldan olmalıdır. Nəzəri olaraq hə, amma reallıq çox qarışıqdır. Məsələn, bayaq adını çəkdiyim Əl-Hayri səhifə 320-də deyir ki, imamlar alimlər mövqeyindədir. Yəni, sanki onları Peyğəmbər səviyyəsindən endirir alim səviyyəsinə. Deyir, zərər gəlməsin deyə təlmih, yəni üstü örtülü sözlərlə yalan danışa bilərlər. Dayan. Bu izahlar özləri ilə bərabər dağ boyda problemlər gətirir axı. Dostum, sən fərqindəsənmi bu nə deməkdir? Əgər Peyğəmbər qorxmur və təqiyyə etmirsə, amma imam qorxur və təqiyyə edirsə, deməli imam Peyğəmbərdən aşağıdır. Bəs hanı o Peyğəmbərlə imam eyni nurdandır, eyni nəfsdir iddiaları? Tam hədəfə vurdun. Məntiqi çıxılmazlıq buradadır. İki yol var. Ya Peyğəmbərlər mütləq məsumdur və qorxmur, o zaman imamlar bu dərəcəyə çatmır, deməli bərabər deyirlər, ya da imamlar da o dərəcədədir, o zaman gərək təqiyyə etməyəydilər. Atalarımız gözəl deyib, iki qarpız bir qoltuğa sığmaz. Həm deyəcəksən ki, imam Peyğəmbər qədər üstündür, həm də deyəcəksən ki, imam qorxur, gizlədir. Bu necə olur? Üstəlik, şiələr deyir ki, imama mütləq itaət vacibdir. Qardaş, əgər imam mənə təqiyyə edib yalan hökm deyirsə, mən ona itaət edib günaha batıramsa, bu necə mütləq itaət ola bilər? Bu şəriətin məqsədinə ziddir axı. Çox haqlısan. Bu təqiyyə məsələsi imamların həm siyasi rəhbər, həm də dini qoruyucu funksiyasını sual altına qoyur. İmamdan gələn hər sözə bəlkə bu da təqiyyədir, bəlkə burada yalan deyir, şübhəsi düşürsə, etibar necə qala bilər? Güvənmədiyin daş baş yarar deyiblər. Elə buna görə də gələn hissədə görəcəyik ki, bəzi dürüst alimlər, məsələn Əl-Bəhrani, heç nəyi gizlətmədən kişi kimi etiraf edir ki, bütün bu bəlaların, bu xaosun kökündə məhz bu lənətə gəlmiş təqiyyə durur. Bəli, növbəti hissədə məhz bu xaosun dərinliyinə enəcəyik. Bizi izləməyə davam edin. Hələlik. Dostum, birinci hissədə dedin ki, hər şeyin kökündə bu təqiyyə durur. Amma gəl əlimizi vicdanımıza qoyaq. Bayaq Əş-Şərif Əl-Murtada demişdi ki, imamlar insanları şübhəyə salacaq şəkildə təqiyyə etməzlər. Bəlkə elə həqiqətən riayət ediblər. Kaş elə olaydı. Amma söz başqa, əməl başqa olanda işlər qarışır. Gəl elə həmin Əş-Şərif Əl-Murtadanın özünə qaydaq. O, Əş-Şafi fil İmamə kitabının 4-cü cild 108-ci səhifəsində yenə təkrarlayır. İmam yalnız sübutlarla və açıq dəlillərlə daha əvvəldən bəyan edilmiş məsələlərdə təqiyyə edə bilər ki, şübhələrə qapanmağa səbəb olmasın. Hə də, yəni deyir ki, cəmaatı çaşdırmasın. Amma gəl görək reallıqda nə edir? Əl-Murtada özünün Əl-İntisar kitabında səhifə 210-da zəkat məsələsindən danışır. Orada bir məqam var. Şiə alimi İbn Əl-Cüneyd deyir ki, zəkat sadəcə 9 növdə yox, torpağın çıxartdığı bütün dənlərdə vacibdir. Və buna sübut kimi imamlarınızdan çoxlu rəvayətlər gətirir. Yəni İbn Əl-Cüneyd imamların sözünə istinad edir. Bəli. Bəs Əl-Murtada nə cavab verir? Qayıdıb deyir ki, İbn Əl-Cüneydin gətirdiyi rəvayətlər təqiyyə çərçivəsində başa düşülməlidir. Səbəb kimi də gətirir ki, başqa məzhəblər də belə düşünür, onlara oxşamasın. Bir dəqiqə. Bayaq deyirdi ki, imam cəmaatı şübhəyə salmaz. İndi isə özü etiraf edir ki, imamın bu sözləri İbn Əl-Cüneyd kimi nəhəng bir alimi şübhəyə salıb, səhv hökm verməsinə səbəb olub. Bu nə pəhriz, bu nə turşu? Bax, özü yıxılan ağlamaz deyərlər. Amma burada ağlayan sadə cəmaat olur. Alimlərin özü çaşbaş qalıb. İmam təqiyyə edib bir söz deyir. Alim ona həqiqət sanıb fətva verir. Sonra məlum olur ki, sən demə bu yalan imiş. Yaxşı, bəs müasir alimlər buna nə deyir? Onlar bu xaosu görmürlər? Görürlər əlbəttə. Məsələn, Cəfər Əs-Subhani Əl-Əqidə Əl-İslamiyyə kitabında 277-ci səhifə sanki üsyan edir. Deyir ki, dini biliklərin açıqlanmasında təqiyyə etmək qətiyyən caiz deyil. Hətta deyir ki, bir şiə alimi təqiyyə edib kitab yazsa, yanlış əqidəni yayarsa, o şiə imamiyyə məzhəbindən xaric edilərdi, himmətli danışıb. Yəni deyir ki, dində zaraxat olmaz. Tək o deyil.
Əs-Seyyid Səmir Haşim Əl-Umeydi də Ət-Təqiyyə fil-Fikr Əl-İslami kitabında 103-cü səhifə yazır ki, müctəhid haram olmayan bir şeyi haram edən fətva verə bilməz. Hətta təqiyyəni tərk etmək ölümə səbəb olsa belə. Yəni can şirin olsa da din daha şirindir. Əli, Əl-Bucnurdi də Əl-Qəvaid Əl-Fikhiyyə kitabında 5-ci cild səhifə 79-da eyni şeyi deyir. Deyir ki, əgər fətva verən alimdirsə və insanlar ona tabedirsə, nəyin bahasına olursa olsun fətva verməkdən yayınmalıdır, yalan danışmamalıdır. Dostum, bu alimlərin dediyi nəzəriyyədə çox gözəldir. Amma gəl görək imamların adına yazılan kitablar nə deyir? Baxanda adamın tükləri örpəşir. Nə var ki orada? Nəcəfi alimi Əl-Nəcəfi Əl-Cəvahiri Cəvahirül Kəlam kitabında 36-cı cild səhifə 296-da yazır. Zurarə və Məhəmməd bin Müslim imamdan soruşurlar. Evcil eşşəyin əti halaldır? İmam deyir, halaldır. Sonra soruşurlar. Qarğa əti? İmam deyir, haram deyil. Qarğa əti, eşşək əti, imam bunları halal edib. Bax, məsələ də odur. Əl-Cəvahiri deyir ki, bu rəvayətlərin heç bir izahı yoxdur. Ya rədd edilməlidir, ya da təqiyyə məzmununda başa düşülməlidir. Yəni imam əslində haram bilirmiş, amma yalandan halaldır deyib. Yaxşı, kimdən qorxurdu? Qarğa yeyən hansı zalım hakim var idi ki, imam ondan qorxub qarğa halaldır desin? Yalançının şahidi yanında olar deyiblər, amma burada şahid də yoxdur axı. Elə bu harasıdır? Nəcmuddin Ət-Tabəsi Savmul Aşura kitabında səhifə 48-də yazır ki, imamdan rəvayət var. Allah Rəsulu Aşura günü oruz tutdu. Məclisi deyir, bu rəvayət mötəbərdir. Amma digər alimlər, məsələn, Muhaqqiq Əl-Qummi deyir ki, yox, bu təqiyyədir. Yəni, Peyğəmbərin oruc tutub tutmadığını da gizlədiblər. Qardaş, rəqəmlər daha qorxuludur. Şeyxud Taif Ət-Tusi Əl-İstisbar kitabında bir rəvayəti izah edərkən açıqca deyir, bu rəvayətin izahı budur ki, bu təqiyyənin bir növüdür. Bilirsən neçə yerdə? Təhsibül Əhkam kitabında 241 yerdə, Əl-İstisbarda 324 yerdə, yüzlərlə yerdə, bəli. Əl-Hur Əl-Amili isə Vasəil Əşşiyyə kitabında 500-dən çox yerdə imamın sözünü bu təqiyyədir deyərək izah edib. Dostum, bu artıq təqiyyə deyil, bu bir silgidir. Xoşlarına gəlməyən, məzhəbə uymayan hər hədisi bu təqiyyədir deyib silirlər. Od olmayan yerdən tüstü çıxmaz, amma burada tüstübel göz-gözü görmür. 500 dəfə yalan danışmaq və ya təqiyyə etmək imama yaraşarmı? Bax, elə buna görə də məsələ sadəcə fiqhlə bitmir. Növbəti hissədə sənə elə bir hadisə danışacağam ki, Zurarə kimi böyük bir ravinin başına gələnləri eşidəndə bu sistemin insanları necə bir psixoloji vəziyyətə saldığını görəcəksən. Zurarə, imamların ən yaxın adamı, maraqlıdır. Növbəti hissəni səbirsizliklə gözləyirəm. Dostum, keçən hissəni elə yerdə saxladın ki, səbirsizlikdən yerimdən oynadım. Zurara, şiyyələrin ən böyük ravisi, imamların sağ əli. Onun başına nə gəlib ki? Bax, hadisəni Əbu Cəfər Əl-Uqeyli Əd-Duafə Əl-Kəbir kitabının 2-ci cild 96-97-ci səhifələrində nəql edir. Hadisə belədir. Bir gün Zurara bin Ayun Məkkəyə gedən bir dostundan xahiş edir ki, İmam Cəfər Sadiqlə görüşsün. Nə istəyir imamdan? Deyir ki, məndən ona salam söylə və soruş. Mən cənnət əhlindənəm, yoxsa cəhənnəm əhlindən? Dostu etiraz edir ki, ayıbdır, belə sual verilərmi? Amma Zurana israr edir ki, o bunu bilir, sən soruş. Hə, yəqin imam deyər ki, sən mənim ən sadiq adamımsan, əlbəttə cənnətliksən. Əksinə, dostu gedib soruşur, İmam Cəfər Sadiq konkret cavab verir. O, cəhənnəm əhlindəndir. Nə? Öz ən yaxın adamına? Adamın ürəyi partlayaraq bunu eşitsə. Dostu neynir bəs? Dostunun da qəlbinə şübhə düşür. Soruşur ki, sən bunu hardan bilirsən? İmam da sərt cavab verir. Kim mənim barəmdə belə bir şeyi, yəni qeydi bildiyimi iddia edərsə, o cəhənnəm əhlindəndir. Məntiqli cavabdır. Bəs Zurarə bunu eşidəndə nə deyir? Yəqin pərt olur, tövbə edir. Heç tükü də tərpənmir. Dostu qayıdıb ona xəbəri verəndə, Zurarə qayıdıb nə desə yaxşıdır? Deyir, ey Əbdullah, sənə bu verdiyi cavab Nurə kisəsindəndir. Dostu soruşur, o nə deməkdir? Zurara deyir, səninlə təqiyyə edib. Ayda, üzünə tüpürürlər, deyir, yağış yağır. İmam deyir, cəhənnəmliksən, bu deyir, yox, yalandan elə deyir, əslində məni qoruyur.
Qardaş, bu məntiqlə imamın dediyi hər sözü tərsinə yozmaq olar ki, Bax, problemin kökü də budur. Bu hadisə göstərir ki, şiəlikdə təqiyyə sadəcə qorxu anında işlənən bir şey deyil. Bu artıq bir immunitet sisteminə çevrilib. İmam nə desə, xoşlarına gəlməsə, təqiyyədir deyib keçirlər. axı İslamda təqiyyə belə deyil. Quran açıq deyir. Ali İmran surəsi 28-ci ayə. Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat, yəni təqiyyə etməyiniz istisnadır. Yəni can şirin olar məqamında, ölüm təhlükəsi olanda olar. Bu bir istisnadır, rüxsətdir. Şiələrdə isə bu istisna deyil. Bu bir həyat tərzidir. Atalar deyib, vərdişlə gələn xasiyyət südlə gələn sümük kimidir. Bunlarda təqiyyə 12-ci imam gələnə qədər davam edən, bitməyən bir prosesdir. Hətta sənə bir sitat oxuyum, dəhşətə gələcəksən. Oxu görək. İbn Bəbəveyh Əl-Qummi Əl-Hidayə kitabında səhifə 51-53-də yazır. Təqiyyə vacibdir. Əl-Qaim 12-ci imam çıxana qədər onu tərk etmək icazəli deyildi. Və İmam Cəfər Sadiqdən sitat gətirir. Əgər desəm ki, təqiyyəni tərk edən, namazı tərk edən kimidir, doğru söyləmiş olaram. Namazı tərk edən kimi, dinin dirəyi olan namazla yalan danışmağı, təqiyyəni eyni tərəziyə qoyurlar, bu necə ola bilər? Hələ bu azmış kimi, Vəsailü Şiyə 16-cı cild, səhifə 210 və Bihər Əl-Ənvarda 2-ci cild, səhifə 74-də gələn rəvayətdə imam deyir, təqiyyə mənim dinimdir və atalarımın dinidir. Təqiyyəsi olmayanın dini yoxdur. Təqiyyəsi olmayanın dini yoxdur, yəni düz danışan dindən çıxır. Atalar deyib doğru danışanın papağı yırtıq olar, amma bunlar deyir doğru danışanın dini olmaz. Başqa rəvayətdə deyilir ki, dinin 9%-u təqiyyədədir. Təsəvvür edirsən, dinin 90%-i gizlətmək, maskalanmaq üzərində qurulub. Bax, burada bir məqamı ayırmalıyıq. Şiəlikdə təqiyyə iki cürdür. Biri təqiyyə xəufiyyə, yəni qorxudan edilən, bu başa düşüləndir, can qorxusudur. Amma ikincisi daha maraqlıdır, təqiyyə mudarratiyyə. O nədir elə? Bu odur ki, heç bir qorxu yoxdur, əmin amanlıqdır. Amma yenə də əsl fikrini gizlədirlər, üzdə başqa cür davranırlar ki, cəmaatla yola getsinlər. Müasir dövrün ən böyük alimi Əbulqasim Əl-Xoyi Ət-Tənqih kitabında 5-ci cild səhifə 221-223-də bunu açıqca yazır. Nə deyir o? Deyir ki, ümumən müsəlmanlara qarşı təqiyyəyə gəldikdə isə bu əsl etibarilə vacibdir. Səbəb kimi də bayaqki hədisləri gətirir. Təqiyyəsi olmayanın dini yoxdur. Hətta bir rəvayət var. Təqiyyəni alt və üst paltarı, yəni davamlı etməyən kəs bizdən deyildi. Paltar, yəni necə ki paltarsız çölə çıxmırıq, gərək yalansız, yəni təqiyyəsiz də çölə çıxmayaq? Bu artıq psixoloji bir haldır. Dostum, bu bilirsən nəyə oxşuyur? Sanki imamlar öz tərəfdarlarını bilərəkdən ikili həyat yaşamağa məcbur ediblər. Əslində səbəb bəllidir. İmam Baqir və Sadiq zamanında onların adından o qədər yalan uydururdular ki, imamlar bu yalanları inkar edəndə yalançılar, yox, imam bunu təqiyyə üçün inkar edir, əslində biz düz deyirik, deyib aradan çıxırdılar. Bayaqki Zurarə məsələsi kimi. İmam deyir, cəhənnəmliksən, o deyir təqiyyədir. Yəni bu təqiyyə kartı hər qapını açan bir açar olub. İstənilən yalanı, istənilən ziddiyyəti bununla ört-basdır ediblər. Amma yalanın ömrü az olar. Bu qədər təqiyyə axırda elə bir xaos yaradıb ki, heç özləri də bilməyiblər hansı hədis düzdür, hansı yalan. Tamamilə doğrudur. Növbəti hissədə görəcəyik ki, Şiə alimləri Əl-Bəhrani kimi, Yusuf Əl-Bəhrani kimi nəhənglər bu xaosu necə etiraf ediblər. Hətta imamların öz şiələrini qəsdən parçaladıqlarını iddia edən rəvayətlərə baxacağıq. Dəhşətdir. Bizi izləməyə davam edin. Əsl həqiqətlər hələ qabaqdadır. Dostum, bayaq dedin ki, imamlar öz tərəfdarlarını bilərəkdən parçalayıblar. Bu adamın ağlına batmır. Yaxşı, tutalım fiqdə, namazda, oruçda bunu etdilər. Bəs başqa məsələlər, tarixi faktlarda, keçmiş peyğəmbərlərin həyatında da təqiyyə ediblər. Dəvəyə dedilər boynun əyridir. Dedi, hardım düzdür ki?
Məsələ elə orasıdır ki, bu təqiyyə xəstəliyi hər yerə yayılıb. Bax, Əl-Məclisi məşhur Behərül Ənvar kitabında cild 11, 12, 14-də müxtəlif yerlərdə nələri təqiyyə ilə izah edir, bilirsən? Nələri? Adəm Peyğəmbərin yer üzünə endiyi məkanı, Həvvanın nədən yaradıldığını, İsmail və İshaqın yaşlarını, Yəhya Peyğəmbərin ölüm tarixini, hətta Yunus Peyğəmbərin balığın qarnında nə qədər qaldığını. Aha kişi, Yunus Peyğəmbərin balığın qarnında qalmasının kimə nə ziyanı var? Bunun siyasətlə, qorxuyla nə əlaqəsi? İmam niyə bu barədə yalan danışsın? Zalım xəlifə gəlib deyəcəkdi ki, niyə 3 gün dedin, 7 gün demədin, səni öldürəcəm? Bu lapaq oldu axı. Bax, elə mən də onu deyirəm. Bu onu göstərir ki, təqiyyə artıq qorunma metodu yox, hər şeyi izah etmə metodu olub. Nə izah edə bilmirlərsə, bu təqiyyədir deyib keçirlər. Amma bu yanaşma şiəliyin özünü uçuruma aparır. Necə yəni? Təsəvvür etsən bir alimsən. Qarşında minlərlə hədis var. Bilirsən ki, yarısı uydurmadır, yarısı da təqiyyədir. Yəni imam tərsinə deyib. Sən hardan biləcəksən ki, hansı həqiqətdir? Bax, bu sualı mən yox, Muhyiddin Əl-Ğureyfi verir. Kimdir o? Müasir dövrün nəhəngi Əbulqasim Əl-Xoyinin tələbəsi. O, Qəvaidül Hədis kitabında 1-ci cild səhifə 160-166-da çox yanıqlı bir etiraf edir. Deyir ki, hədislərin xeyli hissəsi təqiyyə olaraq sadir olub. Xeyli hissəsi isə yalancı ravilərin tərəfindən uydurulub. Və sual verir, biz bu iki qrupdan hansının uydurma, hansının təqiyyə olduğunu bilmədiyimiz üçün isnadı səhih olan xəbərlərlə necə əməl edə bilərik? Yəni deyir ki, sənəd səhih olsa nə fayda? Bəlkə imam yalan deyib, yəni təqiyyə edib, yaxud bəlkə ravi uydurub. İt yiyəsini tanımır vəziyyəti yaranıb. Yəni faktiki olaraq deyir ki, əlimizdəki dinin heç bir qarantiyası yoxdur. Dəhşətdir. Yaxşı, buna bir konkret misal çəkə bilərsən, elə bir məsələ ki, alimlər bir-birinə girsin. Əlbəttə, götürək şərab məsələsini. Şərabın nəcis, yəni murdar olması məsələsi. Sünnilərin hamısı deyir ki, şərab nəcisdir. Hə, bu aydındır. Amma şiə dünyasında xaosdur. Şiə alimi Cəfər Əş-Şəhuri yazır ki, Ayətullah Nüqtəfadullah kitabında səhifə 72-də bəzi alimlər, məsələn Ət-Tusi, deyir şərab nəcisdir. Niyə? Çünki şərabın təmiz olduğunu deyən hədisləri təqiyyə sayır. Amma Əl-Müqəddəs Əl-Ərdəbili kimi alimlər deyir ki, yox, şərab təmizdir. Onlar da əksinə nəcis deyən hədisləri təqiyyə sayırlar. Yəni at izi it izinə qarışıb. Biri deyir imam təmizdir deyəndə yalan deyib, o biri deyir yox, murdardır deyəndə yalan deyib. Yaxşı, imam sünnilərdən qorxub təqiyyə edibsə, gərək sünnilər nə deyirsə onu desin də. Sünnilər nə deyir? Sünnilər deyir nəcisdir. Şiələrin böyük alimi Şeyx Saduqi isə deyir ki, şərab təmizdir. İndi sual çıxır, əgər imam şərab təmizdir deyibsə, kimdən təqiyyə edib? Axı sünnilər murdardır deyir. Hə də, əgər sünnilərə oxşamaq istəsəydi, murdardır deyərdi. Təmizdir deyibsə, deməli təqiyyə etməyib, öz fikrini deyib. Bəs niyə bəzi şiə alimləri bunu da təqiyyə sayır? Bax, elə burada Muhammed Baqir Əs-Sadr çox güclü bir məntiq işlədir. Bühus fi Şərhil Urvetil Vuska kitabında 3-cü cild səhifə 350-də deyir ki, bəziləri iddia edir ki, imamlar o vaxt ki, zalim hakimlər şərab içdiyi üçün onlardan qorxub şərab təmizdir deyiblər. Məntiqli səslənir. Hakimlər içirdi axı. Amma Sadr deyir ki, bu sağlam düşüncədən uzaqdır. Birincisi, imamlar heç vaxt fasik hakimlərə bəraət qazandırmazlar. İkincisi və ən vacibi, o vaxt ki, xəlifələr, məsələn Mənsur, Harun, şərab sadəcə keyflərini çəkirdilər. Düz deyir də, xəlifə demirdi ki, mənə fətva ver. Xəlifə içirdi və salam. İmamın şərab murdardır deməsi xəlifəyə niyə toxunsun ki? Amma gəl gör ki, Əl-Məzəndərani razılaşmır. O, Bədailül Bühus kitabında 6-cı cild səhifə 354-də deyir ki, xeyr, qorxu real idi. Zalim hökümdarlar şərab içirdi və bunu inkar etmək olmaz. Ona görə də imamlar məcbur qalıb təmizdir deyə bilərdilər. Yenə həmin dairəyə qayıtdıq. Həsən Keçəl, Keçəl Həsən. Nəticə nədir? Nəticə odur ki, şiə alimləri bugünə kimi bilmirlər ki, imam şərabı təmiz bilib, yoxsa murdar. Çünki ortada təqiyyən adlı bir
bir bəhanə var. Hər şeyi yuyub aparır. Tamamilə doğrudur. Və bu vəziyyət şiyyəliyə kənardan baxanlara çox pis təsir bağışlayır. Növbəti və sonuncu hissədə müasir alim Heydər Həbullahın bu barədə necə üsyan etdiyini, bu bizi biabır edir dediyini görəcəyik. Hətta İmam Əlinin xəlifələrə tərifini belə təqiyyə adlandırdıqlarına şahid olacağıq. Bu lap maraqlı oldu. İmam Əli və tərif məsələsi. Gələn hissəni qaçırmayın. Dostum, keçən hissədə dedin ki, bu təqiyyə məsələsi bir xaos yaradıb. Atalar demişkən, nə əkərsən, onu da biçərsən. Əgər sən cəmaata davamlı olaraq bir-birinə zid sözlər desən, axırda kimin doğru, kimin yalan dediyini necə biləcəklər? Bax, elə ən böyük problem də budur. Bu xaosu mən yox, onların öz alimləri etiraf edir. Məsələn, Şeyx Sadiqun atası Əli bin Bəbəveyh Əl-Qummi Əl-İmamə və Ət-Təbsirə kitabında səhifə 910 ağrılı bir etiraf edir. Deyir, özünü qorumaq üçün təqiyyə etmək səbəbilə rəvayətlərə ixtilaf düşdü. Əgər təqiyyə olmasaydı, heç kim heyrətə düşməzdi. 2 nəfər ixtilaf etməzdi. Deməli, qəbul edirlər ki, ixtilafın kökü təqiyyədir. Amma ən dəhşətli etirafı Yusuf Əl-Bəhrani edir. Bu adam şiyyələrin ən böyük hədis alimlərindən biridir. Onun Əl-Hədaiq Ən-Nədira kitabında 1-ci cild səhifə 5-də dediyi sözlərə diqqət et. Deyir, dinin hökmlərindən az bir hissəsindən başqa heç bir şey yəqinliklə bilinmir. Çünki xəbərlər təqiyyə xəbərləri ilə qarışıb. Heç bir şey yəqinliklə bilinmir. Qardaş, bu bir din alimi üçün intihar kimi bir sözdür. Su bulanıq, balıq ölü. Əgər dində yəqinlik yoxdursa, mən nəyə iman gətirirəm? Hələ davamı var. Əl-Bəhrani deyir ki, imamlar bəzən heç bir qorxu olmasa belə, onların hüzurunda heç kim olmasa belə, bir məsələdə bir neçə fərqli cavab verirdilər. Hətta müxaliflərdən, yəni sünnilərdən heç kimin vermədiyi cavabları verirdilər. Dayan. Düşmən yoxdur, qorxu yoxdur, imam öz tərəfdarları ilə təkbətəkdir. Niyə yalan danışsın, niyə fərqli cavab versin? Atanar deyib, dost dosta tən gərək. İmam öz dostuna niyə kələk gəlsin? Bax burada çox qəribə, hətta makiyavellist bir məntiq ortaya çıxır. Əl-Bəhrani bunu sübut etmək üçün Əl-Kafi kitabından muvassaq isnadla bir hadisə danışır. Nə hadisədir o? Zurara, yenə həmin Zurara. İmam Baqirin yanına gəlir, bir sual soruşur. İmam cavab verir. Sonra başqa bir adam gəlir, eyni sualı verir. İmam tam fərqli cavab verir. Sonra 3-cü adam gəlir, imam ona tamam başqa, o birilərə zid cavab verir. Bir məclisdə 3 adama 3 cür fətva, bu nə oyunudur? Adamlar gedəndən sonra Zurarə dözmür, soruşur. Ey Peyğəmbər övladı, bu gələnlər sizin öz şiyələriniz, İraq əhli idi. Niyə hərəsinə bir cür cavab verdiniz? İmam Baqir nə desə yaxşıdır? Deyir, ey Zurara, bu bizim üçün daha xeyirli və sizin üçün daha salamat olandı. Əgər bir rəy üzərində icma etsəniz, birləşsəniz, insanlar sizin bizim haqqımızda dediklərinizi doğrulamış olardılar. O zaman bu bizim və sizin məhvinizə səbəb olardı. Birləşsəniz məhv olarsınız. Bu necə məntiqdir? Məgər el gücü, sel gücü deməyiblər? Birlikdə rəhmət yoxdurmu? İmam niyə öz cəmaatının parçalanmasını istəsin? Əl-Bəhrani bunu belə izah edir. Səhifə 5-6. Əgər şiyələr birləşsəydi, sözləri bir olsaydı, düşmənlər, yəni sünni xəlifələr, görərdilər ki, bunlar güclü bir qüvvədir, nizamlı bir ordudur. Onda onlara qarşı düşmənçilik artardı, onları məhv edərdilər. Amma əgər bir-birini qırırlarsa, ay sağ ol. Əl-Bəhrani deyir ki, əgər şiyələr bayıra çıxanda hərəsi bir söz desə, biri o birini yalanlasa, düşmənlər baxıb deyəcəklər ki, əşi bunlar axmaqdır, dinsizdir, heç özləri nə istədiklərini bilmirlər. Beləliklə onları ciddiyə almayacaqlar, başlarını buraxacaqlar. Yəni sən mənə deyirsən ki, imamlar öz tərəfdarlarını bilərəkdən, qəsdən gülünc vəziyyətə salıblar ki, düşmən onlara rəhm etsin. Öz cəmaatını bir-birinə düşmən ediblər ki, sağ qalsınlar. Dostum, bu liderlik deyil axı, bu xaos yaratmaqdır. Təəssüf ki, mənzərə budur. Hətta Əl-Bucnurdi Əl-Qavaid Əl-Fiqhiyyə kitabında 5-ci cild səhifə 351-də bunu açıqca yazır.
İmamlar özləri öz davamçıları arasında ixtilafı yayırdılar ki, seçilməsinlər və imamlara mənsub olan xüsusi bir tayfa sayılmasınlar. İnandığım dağlara qar yağdılap. Təsəvvür et, sən bir imama inanırsan, ona hidayət rəhbəri deyirsən, o isə səni bilərəkdən səhv yola yönəldir, qardaşınla səni ixtilafa salır ki, tanınmasın. Axı Əl-Kuleyninin Əl-Kafi kitabında 1-ci cild səhifə 265-də Musa bin Əşyəm deyir ki, imamın fərqli cavablarını eşidəndə qəlbim az qaldı bıçaqla kəsilsin. Bəli, o rəvayətdə deyir ki, mən Şamda kiçik səhvlərə görə alimləri tərk etdim, gəldim bura, imam hər şeydə səhv danışır, yəni ziddiyyətlə danışır. Yazıq adam şoka düşmüşdü. Vallah, haqlıdır. Bir liderin vəzifəsi yolu aydınlatmaqdır, duman yaratmaq deyil. Əgər imamların metodu bu idisə, parçala və yaşat, onda bugün Şiə dünyasındakı bu qədər məzhəb, firqə, ixtilafın səbəbini uzaqda axtarmaq lazım deyil. Düzdür. Amma dostum, bu hələ son deyil. İndiyə qədər fiqhdən, hökmlərdən danışdıq. Növbəti hissədə görəcəksən ki, bu təqiyyə virusu hətta tarixə, peyğəmbərlərin həyatına, coğrafiyaya belə sirayət edib. Tarixə də maraqlıdır. Bizi izləməyə davam edin. Dostum, keçən dəfə dedin ki, Heydər Hubbullah bu vəziyyətə üsyan edir. Nə deyir o? O, Əl-Hədis Əş-Şərif kitabında 1-ci cild səhifə 470-472 və çox cəsarətli bir təhlil aparır. Deyir ki, şiyələrin təsəvvüründə təqiyyə o qədər böyüyüb ki, hətta imamların doğru olmayan bir metodla din öyrətdiklərini iddia edirlər. Yəni, imamlar bilərəkdən səhv öyrədiblər? Bəli, və Hubbullah deyir ki, bu yanaşma üzündən biz heç vaxt bu hədis uydurmadır deyə bilmirik. Niyə? Çünki ravi, danışan, yalan danışsa belə biz deyirik ki, yox, bəlkə imam özü bunu təqiyyə ilə deyib. Beləliklə, yalançı raviləri ifşa etmək qeyri-mümkün olur. Sünnilər uydurma hədisləri təmizləyə bilir, amma şiyələr bacarmır, çünki təqiyyə ehtimalı hər zibilin üstünü örtür. Yəni, faktiki olaraq cinayətkarın izini itirməsi üçün mükəmməl şərait yaranıb, tamamilə. Hubbullah sonra İdaət fil Fikr kitabında səhifə 84-85-də daha sərt danışır. Deyir, bizdən bəziləri sıxıntılı bir fikirlə qarşılaşdıqda dərhal bu təqiyyədir deyirlər, qarşıya heç bir dəlil qoymadan. Və nəticədə nə olur? Başqaları deyir ki, bu tayfaya etibar etmək olmaz, çünki hər şeyləri kələkbazlıq və təqiyyədir. Vallah, haqlıdırlar. Yalançının mumu yatsıya qədər yanar, amma bunlar şamı söndürmürlər. Bax sənə konkret bir kələkbazlıq misalı. Şeyx Tusi Təhzib və İstisbar kitablarında nə edir? İmam Baqir və Sadiqdən səhih sənədlə gələn hədisləri, məsələn, Aşura orucunun müstəhəb olması və ya siğənin haram olması barədə hədisləri sırf sünnilərə uyğundur deyə təqiyyədir deyib rədd edir. Siğənin haram olması, axı şiyələr siğəni vacib sayır. Bax, Əl-Hur Əl-Amili Vəsail Əşşiyyə kitabında 21-ci cild səhifə 12-də bir hədis gətirir. İmam Əli deyir, Rəsulullah sallallahu aleyhi və alihi və səlləm Xeybər günü evcil eşək ətini və müvəqqəti nikahı, yəni siğəni qadağan etmişdir. Bunu İmam Əli deyir, Peyğəmbərin adından? Bəli, amma şiə alimləri nə deyir? Deyirlər ki, Şeyx Tusi bunu təqiyyə sayır. Yəni, güya Əli yalan danışıb, Peyğəmbərin adından yalan uydurub ki, sünnilərin könlü xoş olsun. Bu nə biabırçılıqdır? İmama iftira atırlar ki, o Peyğəmbərin halal etdiyinə aram deyib. Allahdan qorxmayan bəndədən utanmaz. Öz məzhəblərini, yəni siğəni qorumaq üçün imamı yalançı çıxarırlar. Hələ dayan, bu fiqhicə. İndi gələk tarixə. Bilirsən ki, İmam Əli xəlifə olanda ona qarşı vuruşanlarla Cəməl, Siffin döyüşlərində çox yumşaq davrandı. Onları öldürmədi, əsir almadı. Hə, məlumdur, müsəlman kimi rəftar etdi. Amma şiə əqidəsinə görə imama qarşı çıxan kafir və ya dindən çıxmış sayılır. Bəs Əli niyə onlara kafir kimi davranmadı? Əş-Şənib Əl-Murtaza buna nə cavab verir, bilirsən? Cevab Əl-Məsail kitabında 273-cü səhifədə deyir ki, möminlərin əmiri öz ixtiyarı ilə əməl etmirdi. Təqiyyə içində idi. Düşmənləri ilə gözəl davranmağa məcbur idi. Necə yəni? Xəlifə olanda da,
Qılınc əlində, hakimiyyət özündə, ordu arxasında yenə qorxurdu, yenə təqiyyə edirdi. Bəs bu şiri xuda nə vaxt öz gücünü göstərəcəkdi? Və son zərbə. Nəhcül Bəlağa kitabında 2-ci cild 222-ci səhifədə İmam Əlinin xəlifə Ömər haqqında dedikləri sözlər var. Əli deyir, Allah filankəsin əməyinə görə mükafat versin. O əyrini düzəltdi, sünnəti bərqərar etdi, təmiz bir paltarla və az bir qüsurla ayrıldı. Bunu Əli deyir, Ömər haqqında təmiz paltarla ayrıldı. Bəli, İbn Əbil Hədid deyir ki, orijinal nüsxədə filankəs yerinə Ömər yazılıb. İndi təsəbbür et, Şiə Öməri qəsbkar, zalım sayır, amma imamları onu tərifləyir. Bu ziddiyyəti necə həll edirlər? Yəqin yenə sehirli çubuq işə düşür. Eyni ilə Şiə alimi İbn Meysəm Əl-Bəhrani bu sözlərin şərhində 4-cü cild 98-ci səhifədə deyir ki, biz qəbul edirik ki, bu zahirən tərifdir, amma ola bilər ki, bu tərifi Ömərin xilafətinin düzgünlüyünə inananların qəlblərini qazanmaq məqsədi ilə demişdir. Yəni yalandan tərifləyib, yaltaqlıq edib. Haşa. Dostum, bu artıq imamı ucaltmaq deyil, onu alçaltmaqdır. Mərdi qova-qova namərd edərlər. Bunlar da imamı qoruya-qoruya, onu sözü ilə əməli düz gəlməyən, hakimiyyətdə olanda belə qorxan, düşməninə yalandan tərif yağdıran bir şəxsiyyətə çeviriblər. Bax, bütün söhbətimizin xülasəsi budur. Əgər imam öz yerində oturanda da, hakimiyyətdə olanda da vəzifəsini yerinə yetirməkdən acizdirsə, qorxursa, təqiyyə edirsə, o imamın nə mənası qaldı? Düz deyirsən. Atalar sözü yerinə düşür. Yalan ayaq tutar, yeriməz. Bu təqiyyə sistemi görünür ki, sadəcə olaraq məzhəbin içindəki o bitib tükənməz ziddiyyətləri, çıxmaz vəziyyətləri örtbasdır etmək üçün uydurulmuş bir fəndir, bir qaçış qapısıdır. Təəssüf ki, mənzərə budur. Biz faktları, mənbələri qoyduq, nəticə çıxarmaq isə dinləyicinin vicdanına qalıb. Sağ olun əziz dostlar. Həqiqəti axtarmaqdan heç vaxt yorulmayın. Salamat qalın.